Yaxın vaxtlarda mən məhz həmin uşaq evinin adını sizə deyəcəm. Mütləq deyəcəm. Qocalar evindən danışıram tez-tez. Bəzən mən uşaq evlərinə, uşaq evi demirəm, internat demirəm, birbaşa yetimxana deyirəm. Onlar yetimdilər də. Elə orada yetimxanadır. Əgər bir uşaqdan valideyni imtina edibsə, ümumiyyətlə yoxdursa, ümumiyyətlə onlar dünyaya gələndə valideynlər onları atıbsa, bunlar yetimdir. Yerləşdiyi yerə də yetimxana deyək. Mənim bu yaxınlarda açıqlamam olacaq. Hansı ki, hələ ki o internatın, o yetimxananın adını demirəm, nömrəsini demirəm, ona rəhbərinin adını demirəm. Orada sırf əlil uşaqlardır. Əlil uşaqlardır. Dövlətin o uşaqlara qayğısı var. Hər birisinə pensiya ayırıb, əlillik pensiyası. Amma o pensiya yoxdur, əlillik pensiyasını. O uşaqlar oradan götürüb bir peçeniya belə ala bilməz. Onun üçün alamaz da. Çünki pul rəhbərliyin cibinə gedir. O uşaqlar yazıq deyilmi? Bir qabda, bunu mən demirəm, bir rəhbər dedi ki, hansı ki, indi hal-hazırda uşaq evində çalışmır, dedi, uşaqlara verdiyimiz yemək, nə bilim, itin nəyi idi? Deyir, suyun içinə bir kartof atırdıq, bir tiki ət atırdıq, bir, nə bilim, belə də deyir, elə kruşka dedi də, belə dedi, su tökürük, içinə biraz duz, qaynadıb onlara veririk. Deyir, təbii ki, onların o pullarını biz onlara niyə verməliyik? Yəni, qulağım da eşidib belə bir şeyləri. Mən bu yaxınlarda araşdıracağam. O, hansı ki, əlil uşaqlar yerləşən bir yetimxanalar var. Orada o yetim uşaqların dövlətin onlara verdiyi o əlillik pensiyası var, təqaüdü var. Onun 1 manatını o uşaqlara xərcləmirlər. Allah sizi o uşaqların gününə salsın. Başqa nə deyim? İnşallah yaxın vaxtlarda o uşaqlarla da bağlı açıqlamalarım olacaq. Mən bəzi uşaqlarına imtina edən valideynlər var. Allah ürəyinizə bu qədər arpa, buğda boyda insaf versin. Arada azından gedin o uşaqlara bir baş çəkin, bir maraqlanın da. Niyə görə? Bax, o uşaqların günahı nədir? Dünyaya gətirib atmışsınız. Onlara o münasibət göstərənlər, onlar qəddardır, o düşməndir, o deyirdi ki, qabaq, nə bilim, ermənidir, nemesdir, kimdir, o xalqları sevməyəndə, onların o filmlərdə qəddarlıqlarını gördüyümüz üçün, bəzən deyirdi ki, o odur da. Bunlara hansı millətin adını verək? Qocalar evində, üzr istəyirəm, yetimxanada çalışanların. İnşallah yaxın vaxtlarda mən açıqlamalar verəcəm. Çünki o uşaqların, əlil uşaqların yataqda qalan, o sidiyin, puxun içində batıblar, yanları çürüyən, pastelləri, yataqları çürüyən, iydən yanlarına, otaqlarına girə bilməyən, yəni mümkün deyil də qoxudan. O uşaqların ki, yiyirsiz pulunu, inşallah mən açıqlamalar verəcəm.